Hə, köhnələr. Bugün axşam ənənəvi olaraq mənim bir 2-3 dostlarımla, hansılar ki çox əfsuslar olsun, heç simalarını göstərmək istəmirlər. Biz yenə də həmişəki kimi bizim sevimli dənizkənarı parkımızda, bulvarımızda yığışırıq. Düz saat 6-da və sırf balıq məhsullarını dadacağıq. Həmən, yəni yığışma yerimizdə ənənəvi olaraq Əncir restoranıdır. Kim bilmir Əncir restoranı harda yerləşir? Buyurun, mən sizə göstərim. Baxın, mən indi dayanmışam sahildə, bir üst tərəfdə. Düz, bax, bu arxa tərəfdə görürsünüz. Bizim sevimli memarlıq belə abidəsi olan dəniz vağzalı. Şəxsən mən həmən binanı çox sevirəm. Hələ bax bu tərəfdə, arxa tərəfdə görürsünüz, barmağım göstərdiyi istiqamətdə həmən o Əncir restoranıdır. Görürsünüz, bax burada göstərici də var. Bəli, buradan yaxınlaşırsınız. Bugün bizim seçimimiz isə konkret olaraq bayırda oturmaqdır. Çünki indi bu dəqiqə şəxsən mənim ən sevdiyim oktyabr ayına məxsus olan bizim Bakımızın dəniz qırağı, sərin axşamlarıdır. Bugünkü məclisimizdə şaxlıq bu arağıdır. Zoğal arağı, Abşeron şərab. Mənim fikrimcə bu dəqiqə bizim milli araqların arasında ən yaxşılarından biridir. Bu mənim subyektiv fikrimdir. Hə, baxın, Bakıda yenilik, krevetka lüləsi. Belə şey görmüsünüz? İnanmıram ki, görmüsünüz. İndi baxın, yaxşı yadınızda saxlayın. Bunun ünvanı bizim sevimli dənizkənarı parkımızda, bulvarda olan ancaq Əncir restoranıdır. İlk dəfə krevetka lüləsi. İndi bu krevetka lüləsidir, dadına baxaq. Bəh, bəh, bəh. Pervorazda krevetka lüləsi. Gəlin dadına baxaq da onun krevetka lüləsi. Görək nə olan şeydir. Tam orijinal. Biraz belə şirinlik notkaları var burada. İnandırım sizi, bəlkəm də Bakının, yəni ki bu dəqiqə restoranların təqdimatında bu bir yenilikdir. Bu bizim ikinci axşamda yeməyimiz, tam pəhrizli. Baxın, bax bu sudak balığıdır. Sudak balığı cəmi 15 dəqiqə qaynar suda bişir, dəfnə yarpağı ilə, istiyotla və üstünə sonda onun ştrixi, kərə yağı qaynar şəkildə gəzdirilir. Gəlin, onun da dadına baxın, yenə də Əncir restoranında. Bəh, 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 bu da həmin o suda pişmiş vəziyyətdə. Baxın bir də buna. Ləzzət. Bu da xəşəm balıqların steyki, friturda qızarılmış, yaxşı ləzzətli xəşəm idi ya, 2 kilo yarım təqribi olaraq, bax gördüyünüz kimi, qırmızı soğanla, narla, yenə də Əncir restoranında gəlib siz bunu dadlaya bilərsiniz. Hə, köhnələr, bütün bu gözəllikləri, bu gözəl neymətləri, hansını ki siz gördünüz, bax bu yeniliklərin hamısının müəllifi, bax bu yoldaşdır. Samir qardaşdır, doğrudan da çox yüksək səviyyəli bir aşpazdır. Məncə buna heç kimin bir şübhəsi də qalmasın. Hələ sonuncu nöqtəni mən hələ sizə göstərəcəm. Samir qardaşımızın əl zəhmətinin nəticələrini, gözəlliklərini görmək istəyirsinizsə, mütləq bulvarda yerləşən Əncir restoranına buyurun. Samir, çox sağ ol qardaşım. Allah səndən razı olsun. Baxın bu simaya, yadda saxlayın bunu. Yəni bu cür aşpazlar
Azərbaycanda tək türkdür. Çox saylılara fikir verməyin. O kulinariya satçılar, nə bilim, o yan bu yan real aşpaz, onu mən sizə deyirəm də, qıraqdan olan bir qiymət verən bir adam, adi bir vətəndaş, çox azdır və nadirdir. Samir, bir də çox sağ ol. Bu da bizim mən söz verdiyim kimi son nöqtə. Baxın, bax bu yağın içində sarımsaqlı, üstündə keşnişli, düzdür, artıq götürdülər bunun üstündən. İmkan vermədilər mənə çəkim tam bunun gələn formasında. Amma ki, bax, indi biz bunu dadlamaq fikrimiz var. Kim istəyir bu yeməkləri dadlamaq, buyurun, gəlin Əncir restoranına. Ünvanı da ki, Bakı Dəniz Kənarı Parkı Bulvar.